Yer kürəsinin bir ucundan o biri ucuna qədər uzanan nəhəng bir tunel qazılıb və siz bu tunelə tullanırsınız. Nə baş verərdi? Əslində, real həyatda yer kürəsinin mərkəzinə çatmamış, artıq minlərlə dərəcə temperaturda olan ərimiş maqmada yanıb məhv olardıq. Amma fərz edək ki, nə istilik, nə də hava müqaviməti var. Bu halda siz quyuya atıldıqca sürətiniz davamlı artardı. Yer cazibəsi sizi mərkəzə doğru çəkərdi. Yer kürəsinin tam mərkəzinə çatanda isə maraqlı hadisə baş verərdi. Çəkiniz sıfır olardı. Çünki bu nöqtədə cazibə qüvvəsi hər tərəfdən eyni təsir edir. Amma siz dayanmazdınız. İlkin sürətin təsiri ilə mərkəzi keçib digər tərəfə doğru hərəkət edərdiniz. Bu dəfə isə sürətiniz tədricən azalardı və təxminən 13.000 kilometr sonra, yəni yer kürəsinin digər çıxış nöqtəsində sürətiniz sıfıra düşərdi. Əgər oradan tutunmasaydınız, yenidən geri düşər və bu hərəkət iki nöqtə arasında davam edərdi. Əgər hava müqavimətini də nəzərə alsaq, hər dəfə daha az məsafə qət edər və sonda yer kürəsinin mərkəzində dayanardınız. Yəni, qısaca desək, belə bir tunel olsaydı, siz sanki nəhəng bir yellənçək kimi yer kürəsinin içində irəli-geri hərəkət edərdiniz.